Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün AFFA U14 liqasının finalı görüşü keçiriləcək. Qarşılaşmadan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndiriləcək. Xahiş edirik, ayağa qalxın. Azərbaycan Respublikasının dövlət himni səslənir. Dünyanın en güzel himlerinden biri Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Hörmətli futbol azarkeşləri, final görüşündə Qarabağ və Sabah üzrə gələcək. Çox istərdik ki, bugün layiqli komanda çempion adını qazansın. Ədalətli mübarizə izləmək istərdik. Bunu çox istərdik. Hakimlərlə tanış olaq. Niyazi Əhmədov ona kömək edir. Elmin Süleymanov və Samir Qaracayevdir. Hakimlərimizə də, komandalarımıza da bugünkü final görüşündə uğurlar arzu edirik. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. İndi isə hakimlər və kapitanlar topu və qapını seçəcəklər. Qarabağda Sənan Zeynallı, Sabahda isə 7 nömrə Yusuf Ağayev xatirə şəkli çəkdirəcəklər və bir neçə saniyədən sonra bu möhtəşəm final görüşü başlayacaq. Biz isə komandaların heyətləri ilə tanış olaq. İlk növbədə Sabah komandasından başlayır. Qapıda 99 İsmail Qasımov, 2 Çingiz Müslümov, 3 Amal Şıxkərimzadə, 4 Revan Rüstəmov, 6 Eldar Hüseynov, 7 komandanın kapitanı Yusuf Ağayev, 9 Hüseyin Musayev, 15 Elman Tahirov, 17 İbrahim Sədiyev, 19 Ayxan Əliyev, 20 Əli Hüseynli, komandanın baş məşqçisi Nasir Nəsirlidir. Qarabağda 99 Sirac Quluzadə, 3 Sənan Zeynallı, 5 Emil Həsənzadə, 6 Zeyd Çodarov, 7 İbrahim Zəfər, 8 Kamil Bədirxanlı, 15 Rəsul Mirqafarov, 17 Vüsal Atakişiyev, 19 Tunar Səfərli, 22 İbrahim Abidli, 24 Əli Kamal. Komandanın baş məşqçisi Asif Əlizadədir. Qarabağ komandası ağ geyimdə, qara geyimdə isə Sabah komandası mübarizə aparır. Outdan top meydana tərk edir. Ehtiyat oyuncularla da sizi tanış edirəm. Qarabağda 1 Azər Osmanlı, 4 Ayxan Verdiyev, 9 Ömər Musazadə, 20 Danil Medvedev, 18 Musa Musayev, 21 Fidail Qurbanov, 14 Ömər Gürəlizadə,
Sabahda ehtiyatda 2 qapçı var. Bunlar 12 Tunar Baxşızadə, 1 Mehdi Yeliyev, 22 Elvin Ağayev, 28 Mehdi Qurbanlı, 5 Eltun Məmmədov, 14 Əli Səfərov, 10 Cəlal Məmmədli, 21 Artyom Solovyov, 18 Tofiq Zaidov, 11 İhsan Mehrəliyev. Qarabağ komandası sol cinahdan hücum qurmağa çalışıb Vüsal Atakişiyev, amma Çingiz Müslüman onun qarşını kəsməyə çalışırdı. Az qala Vüsal rəqibindən top almağa bacaracaqdı. İbrahim və Zəfər İbrahim qapıya zərbə, top ayaqana deyərək yox, meydanı tərk eləmədi. İsmail Qasımov topun meydandan çıxmasına imkanı vermədi. Qeyd edim ki, bu komandalar artıq bir dəfə ikinci dövrədə üzrə gəldilər. Həmin qarşılaşmada Qarabağ komandası 3-2 hesabla qələbə qazanmışdı. Qarabağ komandasının yetindən gəlin bu hücumu izləyək və topa çatmaq mümkün olmadı. Qarabağ komandasının yetində qolları Tunar və Zəfərin 2 qolu var. Sabahda isə İbrahim Sədiyev və İlman Tahirov fərqlənmişdi. Bugün qol vuran hər 4 futbolçu bugün meydanda da görək. Bugün də onlar qol vurmaq imkanı. Yusuf Ağayev az qala qapı istiqamətinə zərbə və top qapının üstündən keçir. İbrahimin zərbəsini izləyirik. Mən deyərdim ki, görüş ərzində yaranmış ən real qol epizodu Qarabağın qapısı ağzında yaşan içəriyə doğru ötürmə. Qapı istiqamətinə yox, zərbə vurmağa imkan Ağayevdən gəldi, amma müdafiəçilər topu qarşılayır. İrəliyə doğru ötürmə, Zəfər istiqamət keçmədi Rəvan. Rüstəmov Rəvandan uzaqdan zərbə və gol! Bu nə qol idi? Final qarşılaşmasında vuruldu. Rəvanın qolu. Bəlkə də Sirac Quluzali də Rəvanın bu cür qüvvətli zərbələr olduğunu bilmirdi. Möhtəşəm zərbə, gözəl qol. Biz də Rəvandan bu cür qol gözləmirdik. Azarkeşlər sevinir. Yəqin ki, Rəvanın bu qolu bizlərə bir daha təqdim olunacaq. Final qarşılaşmasında çox gözəl qol vurulur. Rəsul topu uzaqlaşmağa çalışır. Rəvan qarşıladı və ona zərbə indirməsi heç kim mane olmurdu və bu cür gözəl qolla sabah hesabı açır. Mərkəzdən Qarabağ oyuncuları topu oyuna daxil etdi. Komandanın 4 nömrəsi möhtəşəm qol vurub. Görək Qarabağın buna cavabı necə olacaq? Adətən final qarşılaşmalarında komandalar risk etməyi xoşlamırlar, amma istəməzdi ki, bugün bu cür hallara şahidlik edə Ayxan Əliyev, üzr istəyirəm. Tunar sağ cinahdan irəliləyirdi. İbrahim avt atışını yerinə yetirəcək. Kamil ondan ötürmə gözlüyünü geriyə doğru Zeyd Çodarov. Mərkəz istiqamət ötürmə. Sabah oyuncuları topu qazanır, amma yerindən top Qarabağda qalır. Sənan, komandanın kapitanı. Emildən Kamil oynuyor. Qarabağ hücum qurmağa çalışır. Onlar bərabərlik qolun axtarışlarından Rəsul Mirqafarov. Emil uzaqdan qapı istiqamətdən zərbə və top qapının üstündən keçir. Qarabağ futbolçuları hesabı bərabərləşdirmək üçün çox gözəl bir imkan qazanmışdı. Emil Həsənzadənin zərbəsi qapının üstündən keçir. İrəliyə və top meydana tərk etdi. Hakim də bu fikirdə Niyazi Əhmədov. Outdan İbrahim topu oyuna daxil etdi. Rəsul. Qarabağ komandası bir qədər geriyə çəkilir. Birinci hissənin əsas vaxtına 2 dəqiqə var. Sənan Zeynallı artıq stadionla səsləndirildi. İlk hissənin bitməsinə 2 dəqiqə, 2 dəqiqədən artıq bir qədər az vaxt var. Eldar. Amalışıq Kərimzadə irəliyə doğru ötürmə. Kamildən irəliyə doğru ötürmə. Vüsal istiqamət, Vüsal aşırma zərbə və top qapıda və gol, 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 gol! Qarabağ final qarşılaşmasında hesabı bərabərləşdirir. Vurulan golun təkrarı bizlərə bir daha təqdim olunur. Kamildən əla bir ötürmə, aşırma zərbə və burada top Ayxan əlinə dəymişdi, amma top qapıdan keçdiyinə görə bu qol qeyd alınır. Top qapıdan keçməsəydi Ayxan Əliyev birbaşa qırmızı vərəqə ilə cəzalandırılacaqdı. Bəlkə də sabahın işi onda bir qədər çətin olacaq. Final görüşündə bir nəfər azlıqda mübarizə aparmaq. Hesab bərabərdir və hakim ilk hissənin başa çatdığını bildirir.
qısa fasilə ayrılırıq. Bir hesabıyla başa çıxdı. İkinci hissə başladı. İlk hissədə tərəflər araya bir qol vurdular. Qolları bir daha xatırlayaq. Əvvəlcə Rəvan Rüstəmov uzaq məsafədən gözəl qol vurmuşdu. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış. Vüsal Atakişiyev bərabərlik qolunun müəllifi olmuşdu. Sabah komandası soldan hücum qurmağa çalışırdı. Qarabağ ordu bu gün Qarabağ futbol komandasını yalnız buraxmayıb. Təxminən 300-dən artıq futbol azarkeşi bu gün Binəqəsəbə stadionu məhz bu final qarşılaşmasını izləmək üçün gəlib. Rəvan Rüstəmovdan içəriyə doğru ötürmə və qapçı Ağayevin zərbi, daha bir zərbə, əlinin zərbəsi qapının yanından keçir. Sırac Quruzadə burada Ağayevin zərbə indirməsinə mane olur. AFFA U14 liqasının bombardiridir. Səhv etməmsə onun aktivində 74 qol var. Üçüncüdən zərbə ilə Əli Hüseynli topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, birbaşa qapıya zərbə. Qapçı Sırac Quluzadə əla reaksiya göstərir. Bu qolun qarşısını kəsir. Sırac Qarabağ Akademiyasının təcrübəli, eyni zamanda məşhur oyuncularından biridir. Cəlmə zərbəsindən Əli Hüseynli topu oyuna daxil edəcək. Oyuncu Rəsul Qafarov nəvəsinə meydana 18 nömrə oyuncu Musa Musayev daxil oldu. Musa Musayev meydançaya daxil oldu. Artıq bu stadionu da səsləndirilir. Rəsul Mirqafarovun əvəzinə. Və hörmətli futbol azarkeşləri 80 dəqiqə başa çatdı. 2 hissədən ibarət əlavə 13 dəqiqə oynanılacaq. Keçirilən oyunun əsası vaxt. Başladı. Birinci 13 dəqiqə başladı. O qədər də təhlükəli episodlara şahidlik etmədik. Üstülə komandalar riskli və açıq futbol oynamadılar. Bir həftə bundan əvvəl AFFA U13 liqasının finalında həmin qarşılaşma da əlavə vaxta qədər girib çıxmışdı və qarşılaşmanın əsas vaxtı 2-2'lik bərabərlik. Daha sonra penaltilər seriyasının əlavə vaxtı və qol qapıya zərbə. Təhlükəli gəlir İbrahim Sədiyev. Təxminən ilk hissədə də buna bənzər zərbə idi, amma hakim yan xəta hakim oyundan kənarlı vəziyyət bayrağını havaya qaldırmışdı. Amma Aşıq Kərimzadə Ayxanla oynuyor. Bu dəfə də görək final görüşündə penaltilər seriyası olacaqmı? Zəfər İbrahim. Zəfərdən zərbə qeydə qalınır. Bu komandalar arasında keçirilən ilk qarşılaşmada 2 golun müəllifi idi. Gün də ona görə ekran qaralır. Qarabağ komandası yarım final mərhələsində ulduzu mübarizədən kənarlaşdırdı. Sabah isə Turan Topuzu hər iki oyunda məğlubiyyət uğradaraq finala çıxmağı bacardı. Bitti. Və ilk 13 dəqiqə başa çatdı. İkinci 13 dəqiqə başladı. Əgər son 13 dəqiqədə də gol olmasa penaltilər seriyasına ehtiyac duyulacaq. Sol cinaha doğru ötürmə Zəfər İbrahim. Zəfər topladı. Zəfər keçdi. İbrahim'i geri qoydu. Zəfər İbrahim hələ ki. Və Çingi də keçdi. Qapıya zərbə ona mane olurlar. Üçüncüdən zərbə. Gün zərbəsi ilə Musa Musayev Qarabağın 18 nömrəli futbol içəriyə doğru ötürmək. Müdafiəçilər topu uzaqlaşdırır. Qarabağ hücumunu davam etdirir. Daha bir içəriyə doğru ötürmə və top toru çöldən silkələyir. Musa'nın zərbəsi idi. Qarabağ ordu Qarabağı sona qədər dəstəkləyir. Eldar Hüseynov cəlmə zərbəsindən topu oyuna daxil edir. İçəriyə doğru ötürmə. Müdafiəçilər topu qarşılayır. İhsan əldə oyun iddiaları var, amma hakim görüşü davam etdirir. Sabah komandası qarşılaşmanın sonlarına yaxın və hakim cəlmə zərbəsi təyin edir. Əli Səfərov yerdə qaldı və ilk hissənin, daha doğrusu əlavə vaxtın sonuncu dəqiqəsində təhlükəli nöqtədən Sabah komandası cəlmə zərbəsi yeni yitirəcək.
Heyecanlı dəqiqələrə şahidlik edirik. Məsafə o qədər də uzaq deyil. Sabahın heyətində bu cür nöqtələrdən qapıya zərbə indirən futbolçular var. Görək zərbəni kim indirəcək? Tofiq Ayxan İbrahim çəkildi. Çox güman qapıya zərbəni Ayxan Əliyev qapıya zərbə indirəcək. Bu dəqiqələrdə azarkeşlər sabahdan qol gözləyir. Penaltilər seriyasına bəlkə də ehtiyac duyulmadı. Bu dəqiqələrdə gərginlik də 1-ə 5 artdı. Hakim futbolçuları bir qədər sakit olmağa çağırır. Niyazi Əhmədov bugün o final görüşündə onun da işi çətindir. Ayxan Hakimin işarəsi gəldi. Ayxan zərbə o topu qapının üstündən vurur. Bəli, bu isə o deməkdir ki, bir anlıq elə gəldi ki, Hakim artıq əlavə vaxtda başa vurdu. Yəqin ki, Sirac Quluzadə topu oyuna daxil etdikdən sonra əlavə vaxt başa çatacaq. Sirac Quluzadə AFFA U13 liqasında olduğu kimi U14 liqasında da penaltilərə şahidlik edə bilərək. Siracdan irəliyə doğru ötürmə, amma yox Hakim bəlkə də bir hücum şansı verəcək. Son İbrahim Sədiyev, vaxt artıq. Daniel Hakim bəli bitirdi. və Hakim bitirdi. Və bir neçə dəqiqədən sonra penaltilər seriyasına başlayacaq. Və nəhayət penaltilər başlayacaq. İlk növbədə zərbəni Qarabağ yerinə yetirəcək. Musa Musayev Niyazi Əhmədov indi hər iki qapıçını yanına çağırır. Onlara bir daha qaydaları izah edəcək. Əlbəttə bu uşaqlar, bu futbolçular artıq qaydalara çox gözəl bilirlər, amma hakim ənənəyə uyğun olaraq son təlimatlarını verəcək. Musa Musayev artıq vaxtı. İsmail Qasımov qapısına diqqətlidir. Musa Musayev, Qarabağın 18 nömrəli oyuncusu, ilk penaltini məhz o yerinə yetirəcək. Hakim Niyazi Əhmədov son hazırlıqlarını görür. Bəli, artıq hər şey qaydasındadır. Başlaya bilərik. Məslində gedəcəkdim, bu indi gec oldu. Musa Musayev hakim zərbəyə icazə verdi. Musa topa yaxınlaşdı. Zərbə və qol. 1-0. Qarabağ öndədir. Musa vurdu. Sabahda zərbəni kim yerinə yetirəcək? Rəvan Rüstəmov. Qarşılaşdırmalı vurulan ilk qolun müəllifi. Komandanın 4 nömrəsi çox möhtəşəm qolla yadda qalmışdı. Bəlkə də onun vurduğu qol futbol azarkeşlərin yadında bir müddət qalacaq. Yəni ekran bundan yaxşı olmuyor. Ya da görə kimsə əlini belə saxlasın, belə. Rəvan Rüstəmov. Hakim zərbəyə icazə verir. Rəvan qapıya zərbə. O bugün ikinci qolunu vurur. Penaltilər isə bəli, eşitdi, hesab bərabərləşdi. Qarabağda Zeyd Çodarov topa yaxınlaşacaq. Qarabağdan Zeyd vurur. Qarabağ komandasının 6 nömrəli futbolçusu. Fiziki cəhətdən çox güclü oyuncularımızdan biridir. Hakim zərbəyə artıq icazə verir. Zeyd topa yaxınlaşacaq. Zeydin zərbəsi top dirəyə deyil. İnanılmazdır. Qarabağ penaltini qaçırır. Və Sabah üstünlük kazanır. Ayxan Əliyev 19 nömrə.
Əgər bu penalti qollarsa, sabah penaltilər seriyasında 2-1 hesab ilə önə keçəcək. Hakimdən işarə gəldi. Ayxan topa yaxınlaşır. Zərbə top qapıdadır. 2-1. Əli Kamal zərbəni yerinə yetirəcək. Qarabağda 24 nömrəli oyuncu hakim işarəsini verdi. Əli Kamal topa yaxınlaşır. Zərbə top direyə dəyərək oyuna qayıdır. Qarabağ ard-arda 2 penaltini qaçırır. Sabah isə çempionluğa bir addımda yaxınlaşır. Eldar Hüseynov topa yaxınlaşacaq. Eldar, qapıcı Siraj Quluzadə bu penaltini mütləq dəf etməlidir ki, Qarabağın şansı olsun. Eldar, hakimdən işarə gəldi. Zərbə top qapıdadır, 3-1. Əgər Zəfər İbrahim bu penaltini qaçırarsa, Sabah komandası Azərbaycan çempionudur. Təcrübəli oyuncularımızdan biridir Zəfər İbrahim. Sabah komandasından Qarabağa keçid etdi. Qarabağın, mən deyərdim ki, uğurlu transferlərindən biridir. Bu dəqiqələrə Sabah azarkeşləri İsmaili ruhlandırırlar. Zəfər İbrahim topa yaxınlaşacaq. Və son penalti atışı ola bilər. Zəfər və topu qapıdan keçirir. Amma əgər Amal Şükərimzadə bu penaltini qola çevirərsə, Sabah 2025-2026 mövsümündə Azərbaycan çempionudur. Amal Şükərimzadə Sabahın 3 nömrəli oyuncusu. Son zərbəni yerinə yetirə bilər. Amma çox heyecanlıdır. Bəlkə də karyerasının unudulmaz zərbəsini indirəcək. Amal hakimdən işarə gəlir. Sol ayağı ilə zərbə və bitdi. Sabah Azərbaycan çempionudur. 2012 təvəllüdlü uşaqlar arasında 2025-2026 mövsümündə Sabah Azərbaycan çempion olur. Sabah komandasına çempionluq münasibəti ilə təbrik edirik. Və Qarabağ isə bu dəqiqələrə qədər çox gözəl oyun nümayiş etdirdi. Hər iki komanda bizim çempionlarımızdır. Hörmətli futbol azarkeşləri, Sabah azarkeşlərini təbrik edirik. Qarabağ isə növbəti AFFA U15 liqasında uğurlar arzulayırıq. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada başa çatdı. Qarşılaşmanı sizlər üçün mən Heydər Əliyev şərh etdim. Bəlkə də bu oyun Gol TV-də sizlərə təqdim olunan son final qarşılaşmasıdır. Sağ olun.